Salam, bugünkü mövzumuz pozitiv psixologiya haqqındadır. Gəlin öncə baxaq, pozitiv psixologiya özü nədir? Bu termin elmə ilk dəfə 1987-ci ildə Maslow tərəfindən gətirilib. Maslow'a görə pozitiv psixologiya, psixoloji sağlamlığı öyrənən elm, yaxşı insanların, özünə güvənən və etibarlı insanların, azad ruhlu, xoşbəxt insanların, mülayim, sakit, sülhsevər, mərhəmətli, səxavətli, mehriban, yaradıcı insanların, müqəddəs şəxslərin, qəhrəman, güclü, dahi insanların və insanlığa xas olan digər ali xüsusiyyətlərə malik olan insanların elmi adlandırmışdır. Daha sonraki dövrlərdə 2000-ci illərdə artıq pozitiv psixologiya daha da inkişaf etdi və burada subyektiv səviyyədə dəyərli subyektiv təcrübələr, rifah, məmnunluq, qənaətbəxş bunlar keçmişdə, ümid və optimizm gələcəkdə, axın və xoşbəxtlik isə indiki zamandaydı. Fərdi səviyyədə müsbət fərdi xüsusiyyətlər barədə sevgi və peşə qabiliyyəti, cəsarət, şəxsiyyətlərarası bacarıq, estetik həssaslıq, əzmkarlıq, əfv etmə, özünə məxsusluq, gələcəyə yönəlik, yüksək istedad və müdriklik. Qrup səviyyəsində isə üstün keyfiyyətləri olan mülki şəxslər və sosial institutların şəxsləri yönləndirdiyi daha yaxşı vətəndaş xüsusiyyətləri barəsindədir. Buraya aiddir məsuliyyət, fədakarlıq, mötədirlik, dözümlülük, iş etikası və s. 2005-ci ildə isə artıq inkişafını pozitiv psixologiya insanların, qrupların və sosial institutların inkişaf etməsinə və ya optimal fəaliyyətinə kömək edən şərtlər və proseslər haqqında elmə çevrildi. Axır 2014-cü ildə isə burada əsas fokus rifahı yaxşılaşdırmaq üçün elm və təcrübə adlandırdılar. Pozitiv psixologiya tarixinə səyahətimizi Amerika Psixoloqlar Assosiasiyasının 1997-ci ildə keçirdiyi illik konfransdan başlayırıq. Professor Seligman prezident seçilərkən etdiyi çıxışında dinləyicilərinə İkinci Dünya müharibəsindən əvvəl psixologiyanın yerinə yetirməyi öhdəsinə götürdüyü 3 missiyanı xatırlatdı. Birinci, psixi xəstəlikləri müalicə etmək. İkinci, insanların həyat məmnuniyyətini artırmaq. Üçüncü isə onların istedadını üzə çıxarıb inkişaf etdirmək idi. Seligman iddia edirdi ki, psixologiyanın müalicə etmək missiyası 50 ildən artıqdır ki, aparılan tədqiqat və təcrübələrin əsas mərkəzində dayandığına görə insanların rifahını artırmaq və istedadlarını inkişaf etdirmək kimi digər 2 missiyanı artıq unudub. Nəticədə psixologiya ilk növbədə əzab, əziyyət, xəstəlik və disfunksiyaya yönələn və xəstəliyin tibbi modelinə əsaslanan müalicəvi cərəyana, pozuntulara diaqnoz qoyan və zərərin aradan qaldırılmasına çalışan cərəyana çevrilib. Seligman psixologiyanın psixi xəstəliklərə və zədə almış insan həyatına şəfa verməsi baxımından illər ərzində inkişafını və uğurlarını təsdiqləyərək onu da qeyd edirdi ki, bəzi vacib məsələlər diqqətdən kənarda saxlanılıb. Psixologiya sadəcə insanların zəif tərəflərini və mənəvi zədələrini öyrənmir. Eyni zamanda onların güclü tərəflərini və üstün keyfiyyətlərini də öyrənir. Müalicə aldığımız zədələri sağaltmaq deyil, həm də daxilimizdəki ən yaxşı tərəfimizi inkişaf etdirməkdir. Bu balansın pozulması psixi xəstəliklərin ortaya çıxmasının qarşı müdafiə vasitəsi ola biləcək, qabaqlayıcı tədbirləri təklif etmək üçün psixologiyanın insanların güclü tərəfləri, cəsarəti, nikbinliyi, daha sonra deyə bilərik dayanıqlığı və s. kimi qabiliyyətləri üzərində işləməsinə maneə yaratdı. Seligman bunları nəzərə alaraq diqqəti rifah və profilaktika tədbirlərinin inkişafına yönəltdi. Bununla da psixologiyanın bütün patoloji və müalicəvi tərəflərini özündə birləşdirən yeni bir cərəyan yaratmaqla psixologiyadakı disbalansı aradan qaldırmaq üçün özü bir qərar verdi. Seligman
Bu yeni cərəyanı pozitiv psixologiya adlandırırdı. Ən vacib odur ki, məqsəd uğursuz təcrübələri inkar etməklə və ya dəyərini azaltmaqla həyatın müsbət tərəflərini vurğulamaq yaxud da onları çəhrayı eynəklərlə müşahidə etmək deyildi. Əksinə, buradakı məqsəd insanların yaşadığı təcrübələrin böyük bir qismini özündə etibar etməsi üçün tətbiqi psixologiyanın əhatə dairəsini genişləndirmək idi. Pozitiv psixologiyada var olan xoşbəxtlik anlayışı haqqında bir qədər danışaq. Xoşbəxtəm deyəndə insanlar nə nəzərdə tuturlar? İnsanlar mən xoşbəxtəm ifadəsini adətən 3 fərqli assosiasiya ilə eyniləşdirirlər. Birinci, xoşbəxtəm. Bu, bir insanın indiki anda yaşadığı müəyyən pozitiv emosiyaları xoşbəxtlik kimi şərh etdiyini göstərir. İkinci, xoşbəxt həyat. İnsanlar ümumi rifahın və emosionallığın yüksək olduğunu göstərmək üçün xoşbəxtliyin bu mənasından istifadə edirlər. Xoşbəxtlik mövzusunda aparılan tədqiqatların əksəriyyəti xoşbəxtliyin bu şərhini araşdırıb. Üçüncü isə xoşbəxt insan. Bu termin xoşbəxtliyə insanın əsasən şən və nikbin olduğunu göstərən şəxsiyyət xüsusiyyəti kimi yanaşırlar. Növbəti anlayışımız rifah haqqındadır. Rifah insanın anadan gəlmə məqsədidir. Burada yaxşı ömür sürmək arzusunda olur insan. Həyatımızın istədiyimiz axarda getməsinə can atmağımızdır. Yaxşı yaşanmış həyat dedikdə həm özünü yaxşı hiss etmək, həm də yüksək funksionallıq qabiliyyəti nəzərdə tutulur. Rifahın tərifi 10 illiklər ərzində müzakirə olunsa da, belə görünür ki, getdikcə daha çox sayda alimlər Ümumdünya Səhiyyə Təşkilatının psixi sağlamlığa verdiyi bu izahı təsdiqləyir. Rifah, şəxsin öz qabiliyyətlərini həyata keçirməsi, həyatın normal stresslərinin öhdəsindən gələ bilməsi, məhsuldar və səmərəli işləyə bilməsi və yaşadığı cəmiyyətə töhfə verə bilməsi halıdır. Maslow'un rifah konsepsiyası insanların öz potensiallarını inkişaf etdirmək və həyata keçirmək üçün instinktiv ehtiyaclarını vurğulayır. Bununla da özünü aktuallaşdırmaya və öz hüdudlarını aşmağa gətirib çıxarır. Maslow ehtiyaclar piramidasının ən aşağısında təməl ehtiyaclar dayanır. Yuxarıda isə inkişaf ehtiyaclarını, özünü aktuallaşdırma və öz hüdudlarını aşma yerləşirdi. Maslow iddia edirdi ki, insanlar öz çatışmazlıq və ehtiyaclarını ödədikdən sonra inkişaf ehtiyaclarını təmin etmək üçün onlarda artıq motivasiya yaranır. Özünü aktuallaşdırma şəxsi inkişaf mərhələsi kimi xarakterizə olunur. Belə ki, o insanlara öz ehtiyaclarını ödəmək, özlərini ifadə etmək, maraqlarını və mühüm məqsədlərini həyata keçirmək, istedadlarını reallaşdırmaq imkanı verir. Özünü aktuallaşdırmaya aiddir. Potensialların, istedad və qabiliyyətlərin müntəzəm olaraq aktuallaşdırılması və özün ifadəsi, dəyərli məqsədlər və ya missiya, buraya meyl və s. kimə aiddir, yəni onun axtarışında olurlar. Alın yazısı da məsələn aid ola bilər. Öz təbiətini daha dərindən dərk etmək və qəbul etmək, əxlaqın inkişafı, daxili harmoniya, inteqrasiyaya meyillik aiddir. Öz hüdudlarını aşma isə məndən daha böyük ölçülər haqqında fərqindəliyin artması və daxili, şəxsiyyətlər arası qısa müddətli fəaliyyətlərdə şəxsi sərhədlərin genişlənməsi ilə nəticələnən özünə məxsus tədrici inkişaf prosesi kimi nəzərdə tutulur. Tam funksional fərd Rogersə görə təcrübəyə açıq, eksistensial yaşayış, yəni təcrübələrimizlə bütövləşə bilmə bacarığımız, özünə inam, yaradıcılıq və reallaşdırılmış həyat, yəni dəyərli məqsədlərə nail olmaq və həyatdan məmnunluq hiss etməkdir. Bu xarakteristikada diqqətə layiq hal ondan ibarətdir ki, bu prinsiplər bizdə cəhd göstərmək, yüksək şəxsi keyfiyyətlər sərgiləməyi, yetkinləşməyi və daha geniş bir kontekstdə töhfə verməyi tələb edir.
Psixoloji rifah özlüyündə 6 qabiliyyətdən ibarətdir. Birinci, həyat məqsədi. Əsasən dəyərli məqsədləri müəyyənləşdirmək və bu məqsədlərin ardınca getməkdən qaynaqlanan həyati məqsəd, istiqamət və məna hissidir. İkinci yer avtonomluq, yəni şəxsi qənaətlərimizə əsasən qərar qəbul etmək və fəaliyyətə başlama qabiliyyətinə malik olmaqdır. Bu, öz müqəddəratını müəyyən etməyi və hərəkətlərimizə görə özümüzün cavabdehlik daşımağımızı tələb edir. Üçüncü gəlir şəxsi inkişaf. Həqiqi özünü ifadə və yeni təcrübələr axtarmaqla potensiallarımızı reallaşdırma istəyi və qabiliyyətimizi özündə birləşdirir. Dördüncü, mühitin mənimsənilməsi. Yaşadığımız müxtəlif mühitləri seçmə, yaratma və idarə etmə bacarığıdır. Bu, həm daxili, həm də xarici amilləri idarə etmə qabiliyyətinə etibar edir. Beşinci, pozitiv münasibətlər, yəni başqaları ilə münasibət qurmaq, münasibətləri inkişaf etdirmək, başqalarına qayğı göstərmək, empatiya və hissləri ifadə etmək, sevgi hissini yaşama qabiliyyətimizdir. Altıncı və sonuncu isə özünü qəbul etmədir. Yəni, zəifliklərimiz və neqativ xüsusiyyətlərimiz də daxil olmaqla özümüzü tanımaq, özümüzü bəyənmək və son nəticədə özümüzü olduğumuz kimi qəbul etməkdir. 10 illiklər ərzində praktik psixoloq və tədqiqatçıları emosiyaların təbiəti, onların funksiyası maraqlandırıb. Əvvəllər emosiyaların vəhşi, idarə olunmaz, bəzən isə təhlükəli, ibtidai impulslar olduğu hesab edilirdi. Mühakimə və emosiyaları müqayisə etdikdə alimlər çox vaxt ikincisini, yəni emosiyaları kör-körənə, aşağı səviyyəli və bu səbəbdən də daha az etibarlı bir funksiya kimi qəbul edirdilər. Müvafiq olaraq alimlər emosiyalar üzərində ilkin işləri onu necə idarə etmək olar və necə yönləndirə bilmək məqsədi nəzərdə tutulurdu. Lakin emosiyaların ilkin konsepsiyasından bəri çox şeylər dəyişdi. Hazırda alimlər emosiyaları həyat hadisələrinə daxili reaksiyalarımızı əks etdirən və əlaqə yaradan, həmçinin bizi hərəkətə keçirməyə sövq edən fundamental psixoloji yaşantılar hesab edir. Alimlər emosiyaları müxtəlif cür xarakterizə lakin son illərdə təriflər arasında müəyyən oxşarlıq var. Emosiyalar fərqli subyektiv hissləri etibar edən, az dərk edilən psixi haldır. Onlar müəyyən bir qıcığa cavab olaraq aktivləşir. Stimul xarici və daxili ola bilər. İnsanların qıcığın məna və əhəmiyyətini subyektiv qiymətləndirməsi nəticəsində emosiyalar yaranır. Stimul bir dəfə qəbul edildikdən sonra nəyi emosiyalar kimi qəbul etməyimizi bir neçə sistem şəklində birləşdirir. Burada var instinktiv olaraq fizioloji reaksiyalar, bunlara ürək döyüntüsü, üz ifadəsi, tənəffüs, əzələ gərginliyi, səsdə olan dəyişikliklər daxildir. Sonra gəlir koqnitiv reaksiyalar. Koqnitiv reaksiyalar idrak, diqqət, özünü dərk etmə və sosial şuurluqda yaranan dəyişikliklər olur. Emosiyalarla bağlı subyektiv təcrübə iki meyarla təsvir edilə bilər. Birinci gəlir emosional valentlik, yəni emosional dəyərlilik. Bu, emosiyanın müsbət və ya mənfi olması həddidir. Beləliklə, pozitiv emosiyalar, məsələn, sevinc, məmnunluq, sevgi, bunlar müsbət dəyər yaradır. Mənfi emosiyalar isə, məsələn, qəzəb, qorxu, kədər isə mənfi dəyərə malikdir. Qıcıqlanma isə emosiyaların intensivliyi aşağı və ya yüksək intensivlik arasında dəyişə bilər. Məsələn, sevinc yüksək intensivli qıcıqlanma, hüzur isə aşağı intensivli qıcıqlanma sayılır. Bütün emosional dəyərlilik və qıcıqlanmanın birləşməsi kimi təsəvvür edilə bilər. Məsələn, depressiya yüksək intensivli mənfi qıcıq, sevinc isə yüksək intensivli müsbət qıcıqlanmadır. Darıxmaq mənfi aşağı intensivli qıcıqlanma hesab olunur, hüzur isə müsbət aşağı intensivli qıcıqlanmadır.
Davranış reaksiyası emosiyaları həyata keçirmək meyilləri ilə bağlıdır. Çünki onlar bizi fəaliyyətə sövq edir və hazırlayır. Emosional dəyərlik və intensivlik qavradığımız stimula yanaşmağa və ondan qaçmağa təhrik edir. Məsələn, sevinç hissi onu yaradan stimulla əlaqəni davam etdirmək istəyir. Qorxu isə ondan qaçmaq hissini yaradır. Buna görə də pozitiv emosiyalara yaxınlaşma, mənfi emosiyalardan isə qaçma üzünü göstərir. Bəs optimizm nədir? Optimizm və ona paralel hesab olunan pessimizm gələcək nəticələrlə bağlı gözləntilər kimi təsvir olunur. Optimizmlə bağlı aparılan araşdırma gözlənti psixologiyasından qaynaqlanır və buna görə də təxminlərin və proqnozların tətbiqi, qərar qəbul etmə və planlaşdırma kimi məqsədyönlü davranışlarla bağlıdır. Optimizm yaxşı şeylərin baş verəcəyinə dair ümumiləşdirilmiş gözləntilərdir. Pozitiv hadisələrin çox yüksək qiymətləndirilməsi və gələcək neqativ hadisələrin lazımi səviyyədə qiymətləndirilməməsi kimi müəyyən olunur. Seligman optimistlərin həyatında baş verən xoşagəlməz hadisələrin səbəblərini xarici, müvəqqəti və spesifik amillərlə bağlayır. Nəticə etibarilə onlar arzulunmaz hadisələrin daimi, geniş yayılan və şəxsi olmadığına inandıqlarına görə gələcəklə bağlı pozitiv gözləntilər bəsləməyə meyilli olurlar. Bununla yanaşı onlar müsbət hadisələri daxili, sabit və qlobal amillərlə əlaqələndirirlər və bu inanclar onların optimist gözləntilərini qoruyub saxlayır. Məsələn, imtahandan keçə bilməyən optimist tələbə çox güman ki, bunun imtahan otağında yaranan səs-küy nəticəsində baş verdiyini, yəni xarici amillərdən baş verdiyini əlaqələndirir. Digər imtahanlarda yaxşı nəticə göstərdiyi üçün bu uğursuzluğun cəmi bir dəfə baş verdiyini izah edəcək müvəqqəti bir amil gətirir və onun həyatının digər sahələrinə, məsələn, təhsil səviyyəsini bitirmə və iş perspektivliyinə bunlar təsir göstərmir. Əksinə, pessimistlər neqativ hadisələrin səbəblərini daxili və qlobal, sabit faktorlarla bağlayırlar. Bu hadisələrin səbəblərinin daimi, geniş yayılan və şəxsi olduğuna inanan pessimistlər öyrənilmiş çarəsizlik olaraq bildirilir. Gələcəyə dair depressiya və məyusluğa səbəb ola biləcək, buna görə də şəxsin fəaliyyətini dayandıra biləcək ümidsiz gözləntilər adlandırılır. Bundan əlavə, pessimistlər yaşadıkları uğurlu və xoş günləri xarici, müvəqqəti və spesifik amillərin nəticəsi kimi qiymətləndirirlər. Deməli, pessimistlərə aid bir nümunə deyə bilərik. Məsələn, imtahandan keçə bilməyən pessimist bir tələbə bunun özünün bacarıqsızlığı və ya hazırlıqsız olması ilə bağlı olduğunu bildirir. Yəni, daxili bir səbəb olaraq göstərir və bu halın tez-tez baş verdiyini izah etməyə çalışır. Yəni, daimi olur və bu onun həyatının təhsil səviyyəsini bitirməsinə və gələcəkdə iş tapma imkanlarına da mənfi təsir göstərir. Pessimistlər optimist ola bilərmi? Seligman optimizmin elastik olduğunu və insanların öz atribusiya üsullarını dəyişdirə və bədbinliyi azalda biləcəkləri fikrini irəli sürmüşdür. Seligman və həmkarları insanları öz neqativ düşüncə qəliblərinin fərqinə varmağa və onlara meydan oxumağa təşviq edən kognitiv davranış terapiya metodlarından istifadə edərək optimizmin artırılmasında, dözümlülüyün gücləndirilməsində, uşaqlarda və yetkin insanlarda depressiyanın qarşısının alınmasında olduqca uğurlu olduğunu söyləmişdir. İnsanların məqsədyönlü davranışını şərtləndirən əsas 2 amil var. Bunlardan birincisi, hərəkətə keçmək üçün motivasiya yaradan arzu olunan məqsədlərə çatmağı gözləmək, ikincisi isə əsasən keçmiş təcrübələrimizə əsaslanan məqsədlərimizə nail olmaq iqtidarında olduğumuza inanmaqdır. Optimizm və ümid haqqında belə deyə bilərik.
Onların insanları indiki zamanda həyata keçirməyə təşviq etmək, motivasiya etmək və sövq etmək qabiliyyəti bizim sağlamlığımıza və rifahımıza kömək edir. Buna görə də gözləntilərimizin dəqiqliyindən və reallığından daha vacibdir. Lakin Taylorun qeyd etdiyi kimi, tarazlıq çox vacibdir. Çünki optimizmi elə bir pik həddə çatdırmaq olar ki, bu da aldadıcı və zərərlidir. Hamımızın nail olmaq istədiyi məqsədlər var. İş tapmaq, müəyyən təhsil səviyyəsini tamamlamaq, arıqlamaq, məşq rejiminə riayət etmək və s. kimi. Bunlar istər yüksək məqsədlər olsun, istərsə də aşağı prioritetli, birdəfəlik və ya davamlı, daxili, yaxud xarici məqsədlər olsun, heç bir fərqi yoxdur. Onlara nail olmaq üçün bizdən səy, enerji tələb olunur. Onlar həmçinin rifahımıza, xoşbəxtliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir. Həyat məqsədləri və hədəfin müəyyənləşdirilməsi anlayışı pozitiv psixologiyanın yaranmasından əvvəl də mövcud idi. Onlar sağlamlıq və idman psixologiyası, təhsil və davranış iqtisadiyyatı da daxil olmaqla bir sıra cərəyanlar çərçivəsində öyrənilmişdir. Bu həm də digər psixologiyanın sahələrində əsas nüanslardan biri olmuşdur. Rubikon modeli məqsədə çatmağın 4 mərhələdən keçdiyini irəli sürür. Birinci qərar öncəki mərhələdir. Bu, seçimləri nəzərdən keçirdiyimiz və istəklərimizi qiymətləndirdiyimiz zamandır. İkinci, fəaliyyət öncəki mərhələdir. Burada müəyyən bir hədəfə çatmaq qərarını verdikdən sonra biz Rubikona müvafiq olaraq fəaliyyət öncəki mərhələyə keçirik. Bu, müəyyən bir məqsədə nail olmaq qərarına gəldiyimiz zamandır. Daha sonra hədəfi necə, nə vaxt və harada həyata keçirəcəyimizi planlaşdırırıq. Üçüncü, fəaliyyət mərhələsidir. Bu, planlarımıza uyğun hərəkət etməyə başladığımız və istədiyimiz məqsədə çatmaq üçün nəzərdə tutulmuş fəaliyyətləri icra etdiyimiz zamandır. Növbəti sonuncu isə fəaliyyət sonraki mərhələdir. Burada fəaliyyət mərhələsində əldə edilmiş irəliləyiş məqsədin həyata keçirilməsi, uğursuzluq və nailiyyətə gətirib çıxarır. Bu, fəaliyyətdən sonra məqsədin yaxud yerinə yetirilmiş fəaliyyətlərin və ya hər ikisinin yenidən dəyərləndirilməsinə səbəb olur. Bu da adətən məqsədin dəyişdirilməsinə və ya ondan imtina etməyə, yaxud icra edilən fəaliyyətləri dəyişdirməyə səbəb ola bilər. Məqsədə çatmaqda bizə mane olan çətinliklər var. Birincisi, başlaya bilməmək, ikincisi, reysdən çıxmamaq, üçüncü, özünü həddən artıq yükləmək, dördüncü isə səmərəsiz məqsəddən uzaqlaşmamaqdır. Proçaska və həmkarları belə hesab edirlər ki, davranış dəyişikliyi adətən bir neçə mərhələdən keçir. Birinci, təhlil öncəsi mərhələdir. Bu model dəyişikliyin birinci mərhələsinin əhəmiyyətli olduğunu hesab edir. Bu mərhələ insanların dəyişmək ehtiyacının fərqində olmadıkları zamandır. Buna görə də onlar dəyişikliyə başlamaq və ya həyata keçirmək üçün bir fəaliyyət niyyətində deyillər. Onlar öz vəziyyətləri haqqında məlumatlı ola bilərlər, lakin bunu görməzliyə vurmaq yolunu seçirlər. Məsələn, siqaret çəkən şəxs onun risklərindən xəbərdar olsa belə, bu məqamda siqareti buraxmaq niyyəti onda hələ formalaşmayıb. Bu, təhlil öncəki mərhələdir. Növbəti mərhələmiz təhlil mərhələsidir. Bu mərhələdə insanlar dəyişməyə ehtiyac olduğunun fərqindədirlər. Adətən hər hansısa bir problemi həll etmək üçün və buna görə də müvafiq tədbirlər görməyi düşünürlər. Beləliklə onlar məlumat əldə edə, başqaları ilə məsləhətləşə və istənilən davranış dəyişikliyini yaratmaq üçün müxtəlif vasitə və üsulları nəzərdən keçirə bilərlər. Siqaretdən istifadə edən şəxs bu mərhələdə siqaret çəkməyin riskləri və onu tərk etməyə kömək edəcək vasitələr haqqında daha çox məlumatlar əldə edə bilər, lakin bu məlumat əsasında hərəkət etmir. Dəyişikliklə bağlı ambivalentliyə tez-tez rast gəlinir. Çünki həzz alınan davranışdan imtina etmək düşüncəsi insanların nəticənin faydalı olacağını dərk etmələrinə baxmayaraq onlarda itki hissi yaranır.
Bu mərhələdə hərəkətə keçmək üçün heç bir qərar və öhdəlik qəbul edilmir. Ona görə də bəzi insanlar xroniki düşüncə vəziyyətində qalır və növbəti mərhələyə keçə bilmirlər. Növbəti mərhələ isə hazırlıq mərhələsidir. Hazırlıq mərhələsində insanlar dəyişikliyə başlamaq qərarına gəlirlər. Onlar dəyişikliyin dəyər və faydalarının fərqindədirlər. Bununla yanaşı fəaliyyət planı tərtib edir, həmçinin konkret tədbirlər görməyə hazırlaşırlar. Dəyişiklik qətiyyəti artdıqca kiçik dəyişiklikləri də sınaqdan keçirə bilərlər. Siqaret çəkən şəxs siqareti tərk etmək barədə qərar qəbul edə, onu necə buraxacağına dair ətraflı plan tərtib edə, məsləhət üçün həkimə müraciət edə, lazımi dəstək ala bilər, dəstək qrupuna qoşula bilər və ya həvəs yarandığı halda qarşısına qoyduğu məqsədi yerinə yetirə bilərlər. Fəaliyyət dördüncü mərhələdir. Dördüncü mərhələ insanların hərəkətə keçməyə və davranışlarını planlarına uyğun olaraq dəyişdirməyə başladıkları andır. Fəaliyyət bir və ya bir neçə addımdan ibarət ola bilər. Siqaret çəkən şəxs bu zaman planını həyata keçirir. O, istifadə olunmamış siqaret qutularını atar, köməkçi vasitələr təyin olunduğu kimi istifadə olunar, mütəmadi olaraq dəstək qruplarında iştirak edə bilər və məqsədə gedən yoldan yayınmamaq üçün özünə nəzarət qaydaları tətbiq edə bilərlər. Növbəti mərhələ möhkəmləndirmədir. Daha çox vaxt tələb edən bu mərhələdə insanlar yeni davranışı möhkəmləndirmək üçün aktiv çalışırlar. Həmçinin əvvəlki davranışın təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görürlər. Bu zaman siqaret çəkən şəxsdən öz nəfsi və ya istəkləri ilə bağlı mübarizə aparması tələb oluna bilər. Növbəti yekunlaşdırma mərhələdir. Bu mərhələdə yeni davranış vərdiş halı alır və normaya çevrilir. Elə buna görə də reqressiya ehtimalı azalır. Siqaret çəkən şəxs indi özünü keçmiş siqaret çəkən kimi qəbul edir və artıq siqaretdən istifadə etmək istəyi onda yoxdur. Əsaslı sübutlar göstərir ki, hər hansısa bir vərdişi və yaxud hər hansısa bir fəaliyyəti biz dəyişmək istədikdə, həqiqətən də bu mərhələlərdən keçirik. Proses zamanı bir mərhələdə uzun müddət qalmaq yaxud öncəki mərhələyə geri qayıdış edə bilərik. Buna görə də biz mərhələləri dərk etməli, irəliləyişimizi qabaqcadan görməli və reqressiyalara hazırlaşmalıyıq. Bu zaman bizim əldə edəcəyimiz məqsədimiz daha real olur. Müasir qərb cəmiyyətində insanların üzləşdiyi sosial və şəxsi problemlərin əksəriyyətinin kökündə özünü tənzimləmə uğursuzluğuna aid elementlər var. Bu o demək deyil ki, daha effektiv özünü tənzimləmə özlüyündə cəmiyyətin bütün problemlərini həll edəcək. Lakin çox güman ki, bu məqsədə doğru uzun bir yol qət edə bilər. Özünü tənzimləmə elə bir prosesdir ki, biz onun vasitəsilə düşüncələrimizi, duyğularımızı, ən əsası davranışlarımızı idarə edə bilərik. Bu məqsədlərimizə nail olmaq və ehtiyaclarımızı ödəyə biləcəyimizin başlıca mexanizmidir. Buna görə də rifah və optimal fəaliyyət üçün vacibdir özünü tənzimləmə. Bu həm də hər hansısa bir sahədə mütəxəssis olmağımıza imkan verən keyfiyyət olan əzmkarlıq nümayiş etdirmək üçün vacibdir. Tədqiqatın böyük hissəsi özə nəzarətin uğursuz olduğu dövrlərə aid olsa da, tədqiqatın verdiyi vacib mesaj budur ki, özünü tənzimləmə, qoyulan investisiyadan əhəmiyyətli gəlir götürməklə sadə texnikalar vasitəsilə öyrədilə bilən bir qabiliyyətdir. Əsas anlayışlarımızdan biri də axın anlayışıdır. Axın hazırki məqamda fiziki və ya psixi fəaliyyətlə intensiv təcrübi məşğulluq kimi xarakterizə olunur. Diqqət tam olaraq fəaliyyətin yerinə yetirilməsinə yönəlir və insan bütün bacarığı ilə fəaliyyət göstərir. İdmanda bu çox vaxt sahədə olmaq kimi təsvir olunur. Axının əsas komponentləri diqqət, fəaliyyət və konkret tapşırıqdır. Buna görə də axın hərəkət və fəaliyyət yönümlüdür və müəyyən bacarıq tələb edir. Keyfiyyətlər və xarakterin güclü tərəfləri nələrdir? Yüksək keyfiyyətlər xarakter xüsusiyyətlərində əldə edilmiş mükəmməllikdir. Onlara sahib olmaq insanın tamlığına kömək edir. Xarakterin güclü tərəfləri insanların şəxsiyyətlərini və dəyərlərini əks etdirən
əsas müsbət keyfiyyətlər kimi müəyyən olunur. Onlar şəxsiyyət üçün məmnunedicidir, həmişə mövcuddur, hamı tərəfindən bəyənilir. Həm özü, həm də başqaları üçün bir sıra müsbət nəticələrə töhfə verir. Xarakter müsbət xüsusiyyətlər xarakter gücünün xüsusi bir növüdür. Onlar bir insanın sahib olduğu, qeyd etdiyi və tez-tez məşq etdirdiyi müsbət xüsusiyyətlər kimi qəbul olunur. Xarakterik müsbət xüsusiyyətlər digər güclü cəhətlərdən daha fərqlidir. Çünki onlar insanların əsas təbiətini və ya unikallığını əks etdirir, müəyyənləşdirir. Həmçinin digər güclü cəhətlərə nisbətən insanların əks etdirilməsi daha orijinal və təbiidir.